Bu video biraz eğridir. I'm sorry. Selamlar, hər vaxtın xeyir olsun. Bugün biraz maliyyədən danışırıq. Ümumiyyətlə bu uzun müddətli insanlarla işləməkdən, şəxsi bizneslərimdən ya da qərarlardan ya da səhvlərimdən, ən çox səhvlərimdən çıxartdığım nəticələrdir və mən istəyirəm ki, bunlar sənə də faydalı olsun. Və bunu dinləyərkən yarğılarını bir kənara qoy. Çünki yarğılarla yaşadığına görə bugün dünyada çoxlu Lamborghini kiralayıb sənə varlılıq təlimi satdığını iddia edən insanlar var. Yarğılarını kənara qoy ona görə ki, sən hal-hazırda özünün olduğun ən yaxşı versiyanı yarada bilərsən və bunun üçün fantastik bir şeylər ehtiyac yoxdur. Yarğılamağı kənara buraxacağın insan mən deyiləm. Sənin nəsə ola bilər ki, burada xoş olmasın, amma məsələmiz bu deyil. Hətta istəyirsən bunu bir podkast kimi dinlə, sadəcə kameranı söndür və qulaq as. Amma özünə qarşı yarğılarını minimuma endir, çünki bugün danışacağımız şeyləri həll eləməyin ilk yolu özünü yarğılamağı buraxmaqdır. Birinci, maliyyədə elədiyin ən böyük xəta, xüsusən də sərvət yaratma yolunda elədiyin ən böyük xəta özünü birilərindən ölçməkdir. Bu rəqib analizi və ya rəqabət anlayışı deyil. Bu kaotik ölçmədir. Sən özünü fantastik formada birilərindən ölçürsən, amma hansısa bir səbəb olmadan. Sadəcə deyirsən ki, filan kəs məndən daha yaxşı yerdədir. Biz eyni vaxtda yola çıxmışdıq və o məndən daha da varlandı. O daha çox sərmayə eləmiş ola bilər. O daha çox enerji sərf eləmiş ola bilər. Okey, bacarırdın sən də elə. Tamam, o irəlidədir. O hal-hazırki reallıqdır. Faktiki olaraq o adam səndən irəlidədir. Amma bu o demək deyil ki, sən geridə qalmısan. Sən geridəsən çünki sən özünü ölçürsən onunla. Sən bugündən etibarən özünü ölçəcəksən özünlə və maliyyən üçün əsas punktları qeyd edirəm. Bu qısa, amma dolu bir videodur. Ona görə kağız qələmdən video başına oturmağa çağırıram səni. Deməli, nə edirsən? Öncəliklə başlayırsan ilk maliyyə hesabatlılığını öyrənməklə. Konkret olaraq özünə gəlirlilik səviyyən necədirsə, ola bilər ki, sən həftəlik alırsan ya da günlük alırsan, ola bilər aylıq alırsan, ola bilər öz işindir, bu randomla dəyişir, fərqi yoxdur. Həftəlik olaraq özünə xərclərin, gəlirin, yığdığın, borcun varsa ora ödədiyin məbləğə dair mütləq planlama yaz. Çünki ilk başlayanda sən bunu dinləyəndə mən onsuz da bilirəm də, nə xərcləyirəm desən də bunu yazandan sonra fərqindəliklərə çatırsan. Hətta çox tez-tez qarşılaşdığım bir şey də var. Tam insanlar təlimə qatılırlar, artıq onlar belə sehirli bir şeylər gözləyirlər və mən onlara tapşırıq verirəm, gedin maliyyə hesabatlığınızı yazın, ağlaya-ağlaya moderator üstünə qaçırlar ki, bu çoxdur, mənim buna vaxtım yoxdur, elə qəşəng də var ki, oturacaqsan və yazacaqsan. Maliyyə məsuliyyətdən birbaşa asılıdır. Pul məsuliyyətli insanlarda olur. Pul ona dəyər verənlərdə olur, sistemə qatqı olanlarda olur. Mütləq bu qaydaları ayrı-ayrı çöz. İlk başlayırsan hesabatlılıqla, əgər sənin hesabatlığında bir problem varsa, sən hələ gəlirini, xərcini bilmirsənsə, nə qazanacaqsan? Hətta bəzən mənə deyirlər ki, Fidan xanım, o vaxt 500 manat alırdım, belə yaşayırdım, indi 5000 alıram, yenə eyni yaşayıram, yenə eyni qədər borcum var, hələ artıb. Çünki sən eyni adamsan, çünki sən dəyişməmsən. Sən nə 1000 manatı idarə edə bilirdin, nə də 5000-i. Hətta mən tez-tez eşidirəm, insanlar elə bilir ki, gəlirlərini artırsalar problemləri həll olacaq. Əmin ol ki, sən gəlirini artıranda problemin də həmin gəlirinə uyğun səviyyəyə gələcək, çünki sən eyni adamsan. Əgər sən dəyişməmsənsə, sən hələ də əlinə düşən ilk pulla ilk iş olaraq gedib nəsə alırsansa, o vaxtı 1 manatlıq şey alırdınsa, indi 5 alacaqsan, sonra da 15 manatlıq şey alacaqsan, yenə eyni zehniyyətdə, yenə pul xərcləyəcəksən, yenə bir şeylər qalmayacaq. Ona görə ilk iş zehniyyətini dəyişməkdir. Bu bir psixologiya dərsi deyil. Sən hal-hazırda bir maliyyə bilgisi alırsan və maliyyəni idarə etmək üçün sən başlayacaqsan özünü idarə eləməkdən. Əgər sən özünü idarə eləyə bilmirsənsə, nə maliyyə idarə etməsi. Hətta belə deyəndə tez-tez iştirakçıların məndən küstüyünü görürdüm. Kimsə soruşurdu ki, Fidan xanım, necə maliyyəni daha yaxşı idarə eləyə bilərəm? Deyirdim ki, özünü idarə eləməyi öyrənərək. Necə yəni, mən özümə aparmağı bilmirəm? Yox, sadəcə olaraq sən bilmirsən hansı anda hansı qərarı vermək lazımdır. Sən gecənin bir yarısı emosional boşluğa düşürsən və gic-gic şeylər sifariş verirsən. Trendyol səbətin doludur. Niyə fırlanırsan orada? Niyə Trendyolda fırlanırsan? Niyə Temuda fırlanırsan? Niyə alış-veriş saytlarında fırlanırsan? Niyə sənin 15 dənə Michael Kors sumkaya ehtiyacın var? Yoxdur axı. Belirli bir səviyyədə artıq sən çatmısansa və zövq üçün bunu alırsansa okey. Amma sən boğazından kəsib onu eləyirsənsə bu ciddi bir səhvdir. Sən yatırımından kəsib onu eləyirsənsə bu ciddi bir səhvdir. Və bəzən sən pulu sözün əsl mənasında yeyirsən. Bu bir qəşəng fərqindəlikdir. Danışanlarımla tez-tez bu mövzu üzləşmə yaşayırıq.
Mənim özümdə də. Ay sonu hesabatlıqda baxıram ki, ortada 2-3 min pul yoxdur, ya da daha çoxu, ya da daha azı danışanın. Və deyir ki, ola bilməz Fidan xanım, bu pul hardadır? Sonra biz oturub onun içdiyi kofelər, Sezar salatlar, spagetti balanezlər, bir dənə hesablayırıq. Əşi biznes lunchdır da 15 manatdır və s. Sonra baxırıq ayın axırı yetəri qədər ciddi bir pul xərclənir. Və ayın sonunda gördüyün bu həqiqətlər sənin beyninin fokusunun harda olduğunu göstərir. Və bugün düməni dəyişirsən, rolu götürürsən və artıq qərar verirsən, mən nəyə daha çox pul xərcləmək istəyirəm və mən hara yatırım eləmək istəyirəm. Mən nə eləmək istəyirəm? Bu suallara cavab verməyini və qərar verməyini istəyirəm. Bu seriya ola bilər ki, davam eləsin, amma indi bu anda sənin ehtiyacın olan bilgilər verilib. Bunlardan istifadə elə. Yeri gəlmişkən, mənim dərin maliyyə təlimim var, Sərvət. Sərvət sizə bütün zehninizdə sərvət yaratmağı, maliyyəni, həmçinin brendləşməni, satışı, plus mənimlə birlikdə maliyyə mentorluğunu öyrədir. Ümumiyyətlə dərin bir proqramdır, amma hər kəs üçündürmü? Yox. Çünki sərvətə gedən yol zehinlə keçir. Sən öncə zehnində işləmən gərəkən mövzular var. Onları qəbul eləmədən zaten sərvətə gəlib çıxa bilmirsən. O vaxtı başqa bir ekspertdən belə söz eşidəndə elə bilirdim ki, məhsulunu dağın başına qaldırmaq üçün deyir. Belə deyilmiş. Həqiqətən beləymiş. Və qapılar açıqdır. İstəsən gəlib sərvət startı deneyimləyə bilərsən. Daha münasib qiymətlidir, test eləmək üçün yoxlaya bilərsən. Orada təlimlər və texnikalar var. Fəqət əgər gerçəkdən böyük bir sərvət təliminə qoşulmaq istəyirsənsə, öncə məsuliyyətini, enerjini, özünü toparlamağın lazımdır. Çünki orada sənin təpənin üstünə duran bir moderator var və sən tapşırıqları yoxladınmı deyə səni sürekli zəng eləyir, soruşur. Sən ona tapşırıqlar göndərirsən, onlar yoxlanır. Orada fərqli bir proses gedir. Orada birlikdə müzakirələr var, orada yayımlar var, orada görüşlər var və bunun içində dönüşən bir maliyyə zehniyyəti var. Fəqət bu hamı üçün deyil. Ona görə də indi bir yerdən başla, ilkin olaraq bunları işlə. İstəsən canını, istəsən sərvət startı əldə edib sadəcə test eləyə bilərsən. Səhifəmdə çoxlu bilgilər var maliyyəyə dair. Telegram kanalımda çoxlu bilgilər var maliyyəyə dair. Və hər birindən götür, algıla, istifadə elə və zaman-zaman yaşamındakı dəyişiklikləri gözlərini açaraq gör. Çünki bəzən bir şeylər dəyişir, amma sən bunu görmürsən. Son olaraqsa mənim sənə qəşəng bir taktikam var. Oturursan, 5 il əvvəlki versiyanı xatırlayırsan, şəkillərdən, oradan-buradan tapırsan. Səhifəndə orada burada hardadsa 5 il əvvəlki versiyanın indikin arasındakı fərqi diqqətlə izləyirsən və baxıb görürsən ki, əslində yol gəlmirsən və gəldiyin yol üçün özünə təşəkkür edirsən. Bunu sonra 1 il üçün, sonra 3 il üçün daimi eləyirsən və dünənki versiyandan daha yaxşı olduğunu algılayıb özünü qucaqlayırsan və xəbərin olsun, həmişə hər şey yaxşıya doğru gedir. Sadəcə biz bəzən egomuzdan dolayı onu görmürük. İndi bu andan etibarən də hər şey düşündüyündən daha yaxşı olacaq və indi vaxtıdır. Sən bu andan etibarən başlayırsan və qəşəng bir yola çıxırsan. Hər şey fikirləşdiyindən daha qəşəng olacaq. Gözlə bir dənə. YouTuberlər demiş, kanalıma like eləməyi və abunə olmağı unutmayın. Şərhlərdə görüşək. Çünki kommentariyalarınız mənim üçün həqiqətən çox vacibdir. Ciddi şəkildə həm motivasiya oluram, həm də nələrdir, necə bəyəndiyinizi bilirəm. Özünüzə çox yaxşı baxın. Hələlik.